Bildiniz də Kamran Razumovar bilirsiniz də ən çox ermənilərlə ünsiyyətdə onları çox gözəl yerində otura bilən blogerlərdən biridir. Kamran öz səhifəsində paylaşdı ki, həmən bu gədə, hansı ki o qədəyə bizim qız gedib 12 bal verib, sonra qucaqlayıb marçanı öpüb, həmən gədə sən demə Dağlıq Qarabağ ordusunda əskərlikdə olub. Yəni bilirsiniz də bu nə deməkdir? Mən bilmirəm bu nə deməkdir. Necə yəni orada Qarabağda bizim əskərlərimizə birbaşa 44 günlük müharibədə də olmasa əskərliyin orada keçib bu illər ərzində güllə atanlardan biri də olub. Və bizim qız da gedir onu qucaqlayır, öpür. Bu barədə danışmışam, əlavə danışmağa ehtiyacım yoxdur. Amma səhv eləyəndə səhv eləmişəm deməyin özü də böyüklükdür. Yanlış eləmişəm deməyi bacarmaq da hər adamın işi deyil. Üzr istəmək asan iş deyil. Mənim əzizlərim, üzr istəmək çox çətin bir məsələdir. Və o üzr istəməyi bacarmaq özü böyük ürək tələb edir. Eləmirsən, eləmirsən. Getmirsən, qucaqlayıb, niyə qucaqlayıb öpməliydin xalqın qədəsin? Xalq da deyil, düşmən. Ayıbdır axı. Eləmirsən, indi uşaqsan. Gəldin, bir üzr istəyərdin. Nəysə, sözüm onda deyil. Bu insanda kifayət qədər qıcıq yaradır. Yəni, çox belə adamı məyus eləyir ki, dünən 6, bugün 5 nə olub? Çoxu da gətirib bunu bağlayırlar sülhə, prezidentin apardığı siyasətə. Yanlış yoldasınız. Prezidentin apardığı siyasət o qədər dəyərindir ki, bunu nə mən bilə bilərəm, nə də sən ki, bu qədəni qucaqlayan qız. Sən ora burnuvu soxmağa bizim nə yaşımız çatır, nə də o siyasi ağlımız. Sülh bəyəm o deməkdir ki, gəlib qucaqlaşıb öpüşməlisən. İngilislərlə fransızlar 110 il döyüşüblər. Vuruşublar 110 il. İngilislərlə fransızlar 110 il. Bugünü də bir-birlərinə qarşı negativ fikirləri var. Unutmayıblar. Sevmir ingilislər fransızları. İndi siz deyirsiniz ki, so da nədir, 5 il keçib qucaqlaşıb öpüşə bilərik. 5 ildən də sonra evlənə bilərik, gətirib vəzifəyə qoyaq ki, bu erməni kökənliləri vəzifələrdən təmizləyib qutara bilmirik. Bəsdirin də. Bəsdirin. Erməni blogerlərə baxın, biabır eləyiblər. Yazıblar ki, yaltaqlanırlar bizə. Qalibsiz, qalib. Qalib. Qalib ölkəyi biz. Bunu anlamırsınız. Qalib ölkə nəyə görə gedib elə özün düşüş aparmalıdır? Paylaşıblar ermənilər ki, bizə yaltaqlanırlar. Görürsünüz bizə necə Niyə yaltaqlanmalıyıq ki biz? Biz yetimlər 30 il torpağımızı əziblər, 30 il şəhid vermişik biz. Torpağımızı geyib almışıq. Başa dönüm. Biz niyə yaltaqlanmalıyıq ki? Səbəb nədir ki? Bizim onlardan çayımız gəlir, suyumuz gəlir. Onların bizə ehtiyacı var. Sülh elan eləmək o demək deyil, qucaqlaşıb öpüşməlisən. Sülh siyasi, iqtisadi zonada əməkdaşlığa doğru getmək deməkdir ki, bunun da birbaşa bizə yox, biz onlara jest edirik, onlara xeyri var. Biz zaten şükür Allaha normaldır bizim ölkəmiz. Yaxşı, sülh o deməkdir ki, müharibəyə hər an hazır ol. Bugün biz ordumuzu gücləndiririk. Bugün biz yeni texnologiyalarla çalışan bəzi şeylər alırıq ordumuza. Niyə alırıq? Kimdən döyüşəcəyik? Deməli, biz itlə dost olub çomağımızı yerə qoymuruq da. Yəni, deməyim odur ki, ayıbdır. Bir iş görəndə dünyanı özümüzə güldürməyək. Çünki bugün əvvəlki dövr deyil, SSR dövrü deyil ki, ancaq post-sovet SSR ölkələri, 15 ölkə baxsın bizim televiziyalara. Bugün sosial şəbəkələr televiziyalardan üstündür və sosial şəbəkələr bütün dünya baxır. Ona görə harda olmamızdan asılı olmayaq, biz incəsənət adamları az ya çox tanınırıqsa, fərq eləmir, bizi küçədə bir adam tanıyır və yaxud 100 adam tanıyır. Diqqətli olmalıyıq danışığımıza ki, biz sadəcə bloger deyilik, biz küçədən keçəndə çaşıb TikToka girməmişik. Yəni, biz ən azından, biz deyirəm, incəsənəti səhnəni paylaşdığımız adamlar incəsənət adamları. Biz illərimizi vermişik, indi gəlmişik, çıxmışıq, haradasa tanınırıqsa, 1-2 nəfərə görə niyə utanmalıyıq biz? O əvvəl idi, xaricə gedib eləyirdin, belə baxırdılar ki, 20% torpağımız işğal altındadır, adam utanırdı. Bugün yox, bugün alnı açıqsan, bugün belə qürurla adam xaricə gedirsən ki, bütöv Azərbaycanam mən.
Torpaqlarımı qaytarmışam. Şam məndədir, Xankəndi qürurla. Belə olan anda bizim ehtiyacımız var. Gedib düşməni qucaqlayıb, gəl öpər. Hələ özü də hansı düşməni? Dağlıq Qarabağda əskəri xidmət çəkən düşməni. Sonra da buna haqq qazandırırlar. Niyə? Olsun sülh. Sülh olsun. Heç kim sülhə qarşı deyil. Amma bu sülhü qucaqlaşıb öpüşməkdə bəsdir də. İkinci dəfədir bu mövzuya toxunuram. Yəni Kamran Razmovarın gördüm mən o paylaşımını erməni ilə bağlı. Sonra girdim sosial şəbəkədə o ermənilərin paylaşdıqlarını gördüm ki, belə çox qüruruma toxundu ki, durub paylaşıblar ki, bizə yaltaqlanırlar. Ayıbdır. Onların buradadır? Qənimətlər parkındadır onların zirzibilləri. Bizə qarşı istifadə elədikləri. Biz onlara yaltaqlanmalıyıq. Onlar bizə yaltaqlansın. Biz onlara jest elədik ki, Qazaxıstandan şey gəldi onlara, taxıl. Biz qapını açmasa qalıblar blokadada, ac-susuz. Sağ ol desinlər də bizə. Onlar bizə yaltaqlansınlar. Biz niyə? Yəni, uzun sözün qısası fərq eləmir. İstər sosial şəbəkə olsun, istər televiziya olsun. Bugün sosial şəbəkələr, yenə deyirəm, televiziyadan üstündür. Belə olan halda, hətta sosial şəbəkədə olan insanlar, sosial şəbəkədə tanınan insanlar, blogerlər danışığına diqqət eləməlidir. Nə etdiyinə, nə dediyinə diqqət eləməlidir. Kimlənsə canlı efir aparanda diqqət eləməlidir. Bəs nə? Dünya bizə baxır. Bugün dünyanın gözü Azərbaycandadır. Çünki Azərbaycan strateji cəhətdən elə bir geoloji məkanda yerləşir ki, qapıyıq. Şərqin qapısı. Hamının gözü bizdədir. Bugün ölkə başçısı, bəli, möhtəşəm xarici siyasət aparır. Möhtəşəm. Adam diplomatiya akademiyasını bitirib, diplomatiyadan dərs deyib. Elə bugün də bir çox dünya ölkələrin prezidentlərinə dərsin deyir. Deyir. Belə olan halda biz özümüzü ona uyğun samballa aparmalıyıq. Qalib ölkənin, qalib vətəndaşları kimi aparmalıyıq ki, bizim şəhidlərimizin ruhu inciməsin, bizim qazilərimizin qəlbi qırılmasın. Ayıb deyilmi bizə? Biz nəyə görə hansısa bir qızcığaz getməlidir, öz elədiyi hərəkətlə erməniləri bizə, blogerləri bizə güldürməlidir, məsxəriyə qoymalıdırlar, yaltaqlanır deməlidirlər. Çox ayıb olan bir şeydir. Ya buradan ünvanlayıram mən sözümü. Bütün sosial şəbəkədə yazan, pozan, canlı yayımlara çıxan insanlara xahiş edirəm, lütfən. Özünüzə çəki düzən verin, baxırlar bizə. İzləyirlər bizi, dünya. Bir dənə girib canlı açırsan, dünyanın hər bir yerindən gəlirlər ora. O qədər olub ki, mən ötən illərdə 1-2-3 il qabaq idi, Xocalı günü açmışdım. Tarixi faktlardan danışırdım. Ermənilər ağzına gələni yazırdılar. Baxırlar axı. Sonra mənim adımdan səhifələr yaratdılar. Daha qarayaxma kampaniyası ermənilər. Bəli, baxırlar, izləyirlər. Belə olan halda danışığımıza diqqət eləməliyik, hərəkətimizə diqqət eləməliyik. Danışdığımız adama diqqət eləməliyik. O adam bizə qarşı danışırsa, ölkəmizə, dövlətimizə qarşı danışırsa, ondan biz danışmamalıyıq. Bunların öhdəsindən çox gözəl Kamran Razmovar gəlir. Qəşəng onların öhdəsindən gəlir, məsxəriyə qoyur, lağlağıya qoyur, belə gözəl. İndi, yəni, çoxu da deyir ki, uşaqdır da, hamı onun üstünə gəlib. Niyə əcaba, niyə? Səbəb. Durduq yerəmi biz ona nəsə deyirik? Nə oldu elə, hamı səhv oldu, bir o mu düz oldu? Səhvdir, səhv eləmişəm, üzürlü sayır. Onu da demirik. Bilməmişdik. Uzun danışdım, çox vaxt emosional oluram, lütfən üzürlü sayın. Amma adamın qüruruna toxunur da müəyyən şeylər var. Mən bilmirəm, bəlkə kiminsə qüruruna toxunmur, bəlkə kim sözün nə bilim nə hesab edir. Qlamurka, plamurka hesab edir. Ona elə gəlir ki, bu zadəganlar nəslindən, sülaləsindəndir. Yəni, biz sadə, xalqın içindən çıxan adamlarıq və ölkəmizlə, xalqımızla baş verən hər şey insanlarımıza toxunur. Ona görə də etdiyimiz, gördüyümüz işdə fikir verməliyik, danışığımıza fikir verməliyik. Mən bu barədə birinci verilişimdə əsəbləşib, bir ya ikinci verilişdə danışmışdım və indi də bugün də danışıram. Yəni gəlmişdilər, Orta Asiya ölkələrindən delegasiya Azərbaycana gəlmişdi. İnanın, orada var idi Zülfiyə xan Babayeva, orada var idi
Murad Arif, Eldar, Eurovision Eldar orada var idi. Çoxları oradaydı. Aygün Kazımova Azərbaycanca danışdılar. Yəni türkcə. Elə belə deyil, rusca da danışmadılar. İnanın, rus dilini bilmək vacibdir. İngilis dilini də bilmək vacibdir. İspan, Alman dil bilmək çox gözəldir. Amma öncə öz dilinə hörmət eləməlisən. Orta Asiyadan gəliblər, onlar da türk xalqlardır. Biz bir-birimizi başa düşə bilirik. Bir-birimizi başa düşə bilirik. Belə olan halda nəyə görə biz rus dilində danışmalıyıq? Gelirsən Gürcüstana, rusca nəsə sorsan, sənə cavab vermirlər. Polşaya cavab vermirlər. Bilirlər, amma cavab vermirlər. Almanya, sən Almaniyada gedib hansı dildə danışırsan? Öz dilimizə hörmət eləyək də. Nəyə görə mənim ölkəmə gələn qoy mənim dilimə hörmət eləsin? Mən başqasının ölkəsinə gedəndə niyə hörmət eləyirəm? Hə, əgər qarşımdakı adam Rusiyadan gəlibsə, bilirəmsə o dildə danışacağam, niyə də danışmayım? Yəni indi deməyim odur ki, özümüzü aşağılamayaq, dilimizi aşağılamayaq, qalibiyyətimizi aşağılamayaq. Xaricə gedirik, hara gedirik? Birinci özümüzə, dilimizə, qalib dövlət olmamıza hörmətlə yanaşaq. Özümüzü sevək, özümüzü sevə bilmirik mənim əzizlərim. Özümüzü sevsək, dilimizi sevərik, ölkəmizi, vətənimizi. Sevirəm deməklə olmur. Bunu əməlimizlə göstərməliyik. Bunu biz eləməliyik, incəsənət adamları. Sən xaricə getdinsə, sən özün durdun getdin xaricə, sən xaricdə Azərbaycanlısan. Sən gəlib 10 ildə Almaniyada yaşasan, Amerikada yaşasan, nə Alman olmursan, nə Amerikan olmursan, yenə Azərbaycanlısan. Sənin orada doğulan uşağının da kökü Azərbaycanlıdır. Yəni deməyim odur ki, ona görə hara gedirsənsə get, Azərbaycan adlı bir sənin qürurun olmalıdır. Bundan qürur durmalısan. Bundan fəxr eləməlisən. O zaman sən dilinə hörmət eləyərsən. O zaman hansısa düşməni qucaqlayıb öpmərsən. Olsun sülh. Sülh. Lap gözəl. Sülhdür, sən ona heç nə demədin ki. Sülhdür, sən o oxuyanda zalı tərk eləmədin ki. Bu onun jestdir. Sülhdür, xalını verdin, onu ki, çortsunu verməməliydin. Cəhənnəm canım, verdin. Bu jest olsun qalib ölkənin. Amma etdiyin hərəkət bugün onları bizə güldürür. Məsxəriyə qoyurlar. Özünüzə diqqət edin. Olmaz belə.